Bugün izah edəcəyim mövzu feildir. Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissələrinə feil deyilir. Bəli, əsas nitq hissələrindən biri feildir. Feilin sualları nə et, nə ol sözlərinin müxtəlif zaman, şəxs və şəkil və s. artırılmış formalarıdır. Nə etdi, nə oldu, nə edəcəksiniz, nə etsə, nə etməliyik və s. Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə feillər bir kökdən və ya qrammatik şəkilçidən ibarət olur. Məsələn, apar, aldım, çağıracaq və s. Dilimizdə bütün sadə feillər milli sözlərdir. Adətən az hecalı olur. Düzəltmə feillərin bəzilərinin kök və mürəkkəb feillərin xüsusilə birinci tərəfi alınma ola bilər. Məsələn, testləşdirmək. Burada test sözü alınma mənşəlidir. Normallaşdırmaq, normal sözü alınma mənşəlidir. Sənayiləşmək, hazırlanmaq, vidalaşmaq, dost olmaq, analiz etmək, təmir etmək və s. Gəldik düzəltmə feillərə. Düzəltmə feillər həm sadə, həm də düzəltmə sözlərə leksik söz düzəltdirici şəkilçi artırmaqla düzəlir. Həmin şəkilçilər ya adlara, ya da feil olmayan, yəni adlara feil olmayan, məsələn, isim, sifət, say, deməli, qoşulan əvəzliklərə, zərfə qoşulanlar biz adlara qoşulan deməli, düzəltmə feil deyəcəyik. Amma feildən düzələn, yəni feillər də var. İndi digər nitq hissələrindən başqa sözdə adlara artırılaraq feil düzələn şəkilçilər görək hansılardır. Aha, la, lə, iki cür yazılan şəkilçi. Məsələn, duz, duzla, iz, izlə, qara, qarala, irəli, irəllə. Sonra laş, ləş şəkilçisi, vidalaş, gərginləş, yaxşılaş və s. Lan, lən, qanad, qanadlan, ağıl, ağıllan, şad, şadlan. Ar, ər şəkilçisi, ağarmaq, göyərmək, otarmaq və s. Al, əl şəkilçisi qısalmışı da l ola bilər. Məsələn, düzəlmək, kökəlmək, qocalmaq, daralmaq. Baxın, qoca sözün köküdür. Biz bildik qoca hansı nitq hissəsidir? Sifət. Və sifətə alın qısalmış l forması qoşularaq nə düzəlmişdir? İsə deməli, sifətdən düzəlmiş feil düzəlmişdir. Düzəltmə feil əmələ gəlmişdir. Aha, sasə şəkilçisi. Baxın, sasə şəkilçisi əgər maq, əsasən feilləri belə tapırıq. Əgər deməli, feillərə maq, məq artıra biliriksə, deməli, həmin şəkilçi olur leksik. Artıra biliriksə, olur leksik. Artıra bilmiriksə, artıq olur o qrammatik. Məsələn, sasə şəkilçisinə baxaq. Aha, sasə şəkilçisinə baxaq. Deyirik ki, nə? Qərib, qəribsəmək. Sussa, sussamaq. Deməli, mağı artıra bildik. Deməli, su isminə sa artırılıb nə düzəlmişdir? Feil düzəlmişdir. Məsələn, ilk şəkilçisi. Gec sözü gecikmək. Pis sözü bilirik, pis nədir? Nitq hissəsi olaraq sifətdir. Amma ilk şəkilçisi əlavə olunub, mağı artıra bildik. Deməli, o leksik şəkilçidir və adlardan düzəlmiş feil yaranmışdır. I üssü 4 cür yazılan şəkilçi. Turş, necə? Turş sifətdir. U əlavə olunub, leksik şəkilçi olmuşdur nə? Düzəltmə feil. Ləng, ləngimək. Bərk, necə? Bərk. Bərkimək feil düzəlmişdir. A, ə şəkilçisi. Qanamaq, boşamaq, yaşamaq, ələmək, diləmək və s. Məsələn, baxın, burada ələmək sözünə gətirək. Sözün kökü nədir? Əl. Əl ismi. Əlavə olunub ə şəkilçisi, ələ. Nə oldu? Ələm, ələ və feil əmələ gəldi. Düzəltmə feil olmuş oldu. Aha, davam edək. Sonra ılda, ildə şəkilçisi, pıçıldamaq, şappıldamaq və s. Imsa şəkilçisi. Bəzən uşaqlar imi bir ayrı-ayrı götürürlər. Xeyr, baxın, imsa şəkilçisi bir yerdə yazılmış. Baxın, mənim
Mənimsəmək. Mənimsəmək mən sözün kökü mən. Mənim desək, artıq mənim deməli, yiyəlik halda şəxs əvəzlik olacaq. Amma imsə şəkilçisi bir yerdə şəkilçi olduğuna görə və adlardan düzəlmiş feil olduğuna görə artıq olur bu düzəltmə feil. Deməli, mən əvəzliyinə, bax, adlar dediyimizə görə, mən əvəzliyinə imsə şəkilçisi qoşuldu və nə yarandı? Düzəltmə feil yarandı. Aha. Davam edək. Deməli, adlardan qoşulan şəkilçilərimiz hansıları oldu? Bunlar oldu. Əsasən, yenidən təkrar edirik. Lalə. Lalə şəkilçisi. Laş-ləş şəkilçisi. Lan-lən şəkilçisi. Ar-ər, al-əl. Sa-sə şəkilçisi. İlk şəkilçisi. I 4 cür yazılan şəkilçi. A 2 cür yazılan şəkilçisi, I-da 2 cür yazılan şəkilçi və imsə şəkilçisi də 1 cür yazılan şəkilçidir ki, bunlar nə yaratdı? Feil yaratmış oldu və düzəltmə feil yaratmış oldu. Keçdik feildən düzələn feillərə. Deməli, bu nə deməkdir? Feildən düzələn feil odur ki, kökü feildir. Elə feili əlavə olunub şəkilçi də feildən feil düzəlmişdir. Çox rahat. Məsələn, bu şəkilçiləri I üzəri 4 cür. Apar. Nəyit apar. Bir də aparıl. Nəyit aparıl. Yəni ki, feil, kökü də feil oldu. Şəkilçi də özü feildən feil düzəltdi. Pozul, süzül və s. Dır 4 cür yazılan şəkilçisi. Çat. Çat. Nəyit çat. Çatdır. Gəz. Nəyit gəz. Gəzdir. Don. Dondurmaq. Baxın, əgər dır şəkilçisinin uşaqlar bəzən şəxs xəbəri şəkilçi ilə səhv salırlar. Baxın, əgər bu şəkilçidən sonra, bu şəkilçidən sonra mağı artıra biliriksə, olur bu şəkilçi leksik. Əgər artıra bilmiriksə, artıq olur şəxs sonluğu, qrammatik. Bilirikdə xəbərli şəxs sonluğu qrammatik şəkilçidir. Amma dır burada feildən feil düzəldən şəkilçisi olur leksik şəkilçisi. Aha, silək və davam eləyək. Deməli, ış üzəri 4 cür yazılan və qısalmışı şı, qaçışmaq, görüşmək, dəyişmək və s. In üzəri 4 cür və qısalmışı da n var. Çəkinmək, daşınmaq, dirənmək. Aha, bu bax, daş sözün kökü bəzən deyirlər ki, daş nə? Daş. Amma daşmaq feili də var biz Azərbaycan dilində. Yəni, daşdı, nəsə su daşdı, nə bilim, süd daşdı. Bax, belə bir hissə. Bu daşmaq feil olaraqdır. Və fiilə qoşulub in şəkilçisi, in üzəri 4 cür şəkilçi nə yaratmışdı? Düzəltmə feil yaratmışdı. Düzəltmə feil yaratmışdı. Aydındır? Yəni ki, mütləq ki, sözün o feil hissəsi var ki, ona in şəkilçisi əlavə olunub və o, deməli, düzəltmə feili yaratmış oldu. Sonra gəldik it şəkilçisi, 4 cür və qısalmışı t şəkilçisi. Aha, bu şəkilçinin belə bir qeydi də var. It şəkilçisi əsasən, baxın, əsasən feillərin özündən qoşulur, özündən feil yaradır. It və t. Məsələn, çürüt, ləngit, axıt və s. Yenə də deyirəm, əgər ona maqa əlavə eləyiriksə, o artıq ümumiyyətlə it şəkilçisi hər zaman leksik şəkilçidir. Ar-ər şəkilçisi. Bax, bunu səhv sala bilərlər. Zaman şəkilçisi, gələcək, qəti gələcək zaman şəkilçisi, ar-ər şəkilçisi ilə amonim şəkilçidir. Amma biz yenə də maqa əlavə eləyə biliriksə, deməli, bu olur leksik, əlavə eləyə bilmiriksə, olur qrammatik. Qoparmaq, çıxarmaq və s. Ir üzəri 4 cür, bişirmək, köçürmək. Bəli, baxın, ir qrammatikdə ola bilir. Zaman şəkilçisi olanda biz qrammatik deyirik. Amma yeni söz yaradı. Feilə feil qoşulanda artıq olur o, leksik. Və hansı leksik? Feillərdən düzəlmiş feil şəkilçisi leksik. Ümsə şəkilçisi, gülümsə. Baxın, gülümdən yazıram. Gülümsə. Sözün kökü gülməkdir. Gül, hərəkət, yəni gülmək feilidir və gülüm sözün demirik də. Orada şəkilçi leksik olaraq gülümsə birlikdə olan leksik şəkilçidir ki, feildən feil düzəlib.
Aha, ələ şəkilçisi. Baxın, ələ şəkilçisi də var. Nədir? Səpələmək, eşələmək. Eşə sözü olmadığına görə orada ələ şəkilçisi birlikdə leksik şəkilçisi kimi götürülür. Səpə sözü olmadığına görə sözün kökü nə olur? Səp. Nə et? Səpmək feili və səpələ sözü də ələ şəkilçisi feildən feil düzəltmiş oldum. Aha, keçdik mürəkkəb feillərə. Baxaq görək mürəkkəb feillər hansılardır. Deməli, mürəkkəb feillərdə nə var? Mürəkkəb feillər bilirik, 2 və daha artıq sözün birləşməsindən yaranır. İsim, sifət zərflərdən fərqli olaraq mürəkkəb feillər demək olar ki, bitişik yazılmır. Bəzi istisna sözlər var, amma yəni ki, başqa nitq hissələrinin hansı ki, adları çəkilib. İsim, sifət zərflərdən fərqli olaraq bitişik yazılmır. Deməli, mürəkkəb feillər aşağıdakı yollarla yaranır. Məsələn, yaxın və əks mənalı feillərin birləşməsindən. Bu zaman adətən birinci feil ıb üzəri 4 cür şəkil yazılan şəkilçi artırılmalıdır. Məsələn, əsib coşmaq, küsüb barışmaq, atılıb düşmək və s. Belə feillərin hər iki tərəfi eyni zamanda qrammatik cəhətdən dəyişə bilir. Baxın, eyni zamanda hər ikisi qrammatik cəhətdən dəyişə bilir. Yəni, birinci hansı şəkilçini qəbul edibsə, qrammatik nə deməkdir? Qrammatik şəkilçini qəbul edibsə, ikinci də ona uyğunlaşır və qəbul edir. Məsələn, oturur, durur. Oturub, durub demirik. Yəni, oturur, durur. Oturdu, durdu. Yəni ikisi də eyni zamanda qrammatikliyi qəbul edir. Danışır, gülür. Bu yolla yaranan feillər nə ilə yaranır? Defislə, bəli. İkinci, mürəkkəb feillər başqa bir qismi də var. Etmək, eləmək, olmaq köməkçi feilləri ilə digər nitq hissələrini artırmaqla, eləcə də ə və yayə şəkilçisini qəbul edərək feilə bilmək sözünü artırmaqla düzəlir. Məsələn, pis etmək, çox olmaq, qohum olmaq, hiss etmək, yaza bilmək. Baxın, feillər yox ha, digər nitq hissələrinə artırılır. Pis olmaq, qohum olmaq, görürsünüz, pis nədir? Sifətdir. Amma etmək onu əlavə olunub birləşmə halında ayrı yazılmış mürəkkəb feil, başqa sözlə mürəkkəb tərkibi feil əmələ gətirmişdir. Dönə bilmək, yaza bilmək və s. Belə feillərin birinci tərəfi qrammatik cəhətdən dəyişə bilmir. Yalnız ikinci tərəfi dəyişir. Kömək edəcək. Baxın, birinci olduğu kimi qalır. İkinci isə qrammatik cəhətdən dəyişir demək odur ki, yəni qrammatik şəkilçiləri qəbul eləyərək şəxsləndirilir. Kömək edəcək. Artıq bilirik ki, bizdən söhbət gedir. Yaza bilmədim. Kim yaza bilmədi? Mən yaza bilmədim. Deməli, şəxsə görə dəyişmiş oldu. Bu yolla yaranan feillər ayrı yazılır. Onlara bəzən, baxın, tərkibi feillər də deyilir. Bəli, bəzən bunlara tərkibi feillər də deyilmiş olur. Olmaq, qeydə baxırıq. Olmaq, etmək, eləmək, bilmək sözləri aşağıdakı hallarda müstəqil işlənə bilir. Bəli, bax, bunu başqa rənglə qeyd edeyim ki, aha, baxın, olmaq, etmək, eləmək, bilmək sözləri aşağıdakı hallarda müstəqil feil kimi də işlənə bilir. Bax, müstəqil feil kimi. Yəni, baxın, əgər kömək etmək, pis olmaq, çox olmaq, bu bir dənə feil əmələ gətirib, bax, bir dənə sözdür da o. O, mürəkkəb feil əmələ gətirmişdir. Tərkib olaraq mürəkkəb feildir də, yəni bir yerdə artıq mürəkkəb feil əmələ gətirmişdir. Yəni, bunu, amma olmaq sözü, yaşamaq, baxın, yaşamaq, qalmaq, iştirak etmək, var olmaq mənasında artıq bu müstəqil feil kimi yadda qalır. Məsələn, biz Bakıda oluruq. Nə deməkdir? Biz Bakıda yaşayırıq. Yəni, o olmağı yaşamaqla əvəz eləyə biliriksə, bu müstəqil feil kimi olur. Bildiniz? Yəni ki, olmaq, yaşamaq mənasını gördünüz. Orada kömək etmək, kömək olmaq kimi bir yerdə mürəkkəb feil əmələ gətirirdisə, amma burada biz Bakıda oluruq. Bu da deməli olmaq sözü yaşamaq olaraq mürəkkəb feil, yəni feil olaraq, müstəqil feil olaraq yadda qalır. Dünən iclasda olmuşam.
Neynəmişəm? Dünən iclasda iştirak etmişəm. Baxın, onunla, bax, yaşamaqla, o qalmaqla, iştirak etməklə, var olmaq mənasında, mənalarında artıq mənası ilə bilirik ki, bu feillər necə müstəqil feil kimi işlənə bilir. İkinci məqam etmək, eləmək sözləri yerinə yetirmək, həyata keçirmək mənasında olduqda dediklərini etmişəm mənasını bildirir. Bilmək sözü müəyyən məlumata, biliyə malik olmaq mənasında. Bu faktları bilirəm. Yəni artıq mən bu məlumatı bilirəm. Məlumatı mən dərk eləmişəm, öyrənmişəm. Olanda artıq o müstəqil olur. Aha, gəldik feillərin təsdiq və inkarı. Çox rahat hissədir bu. Feillər hərəkətin icra edilib edilmədiyinə görə, bax, icra edilib edilmədiyinə görə təsdiq və inkar olacaq. Çox rahat hərəkətin icra edildiyini və ya ediləcəyi bildirilən feillərə təsdiq feillər deyilir. Yəni edildi və yaxud da ediləcəyi. Burada xüsusi bir şəkilçi yoxdur. Mən gedirəm, oxuyuram, bilirəm, görüşdüm, qaçdım və yaxud da, yəni bu təsdiqdir. Ona görə bunların xüsusi bir şəkilçisi yoxdur. Təsdiq feilləri əmələ gətirmək üçün heç bir şəkilçidən istifadə olunmur. Bəli, inkar feillər təsdiq feillərin kökünə, baxın, təsdiq feillərin kökünə, başlanğıc formasına artırılan mamə şəkilçisi bəzən də deyil, İnkar hissəciyi artırmaqla düzəlir. Məsələn, almadı, satmayacaq, sönəsi deyil, gəlməli deyil və s. Feilin indiki və qəti gələcək. Bax, əsas məqam budur. Bəzən bunu qaydalarda qarışdırırıq. Feilin indiki və qeyri-qəti gələcək zamanında inkar şəkilçisi saiti düşür. Hansı zamanlarda feilin indiki və qeyri-qəti gələcək zamanda, gələcəyin qeyri-qəti gələcək hissəsində, yəni ər şəkilçisi olanda. Bir də indiki zaman şəkilçisi hansıydı? Üzəri 4 cür və qeyri-qəti gələcək zaman isə ər şəkilçisi olan sözlərdə görək nə olur? Saiti düşür. Məsələn, nümunəyə baxaq. Bunu başqa rəng götürüm. Aha, nümunəyə baxaq. Məsələn, deyirəm, baxmır. Yazıram bura. Baxmır. Bəzən uşaqlar mır şəkilçisi deyirlər, müəllim, yoxdur axı. Sözümüzün kökü baxdı, düzdür. Baxmır sözü burada ma'nın inkar formasıdır. Saitini düşürmüşdük. Biz axı öyrəndik. Feilin indiki və qeyri-qəti gələcək zamanında saitini düşürür. Yəni ixtisar olur. Baxın, saitini düşürür. Deməli, burada 2 dənə şəkilçi var. Bir indiki zaman şəkilçisi, bir də mənin inkar şəkilçisidir ki, bu hissədə saitini düşürmüşdür. Bu deməli testlərə düşür, daha çox səhv salınır. Fikirləşirlər ki, uşaqlar, müəllim, mır şəkilçisi yoxdur. Amma baxın, deyirəm, mır şəkilçisi kimi görsənmiş olan əslində mənin inkarının qısalmış formasıdır. Nə zaman olduğunu isə yenidən təkrar edirəm. Feilin indiki zamanında və qeyri-qəti gələcək zamanında məmə inkar şəkilçisi saitini düşürmüş olur. Baxmayır demirik, əvəzinə baxmır deyirik. Baxmayır, baxmır. Əvəzinə belə yazılır. Eləcə də yatmaz, gəlməz. Bəli, baxın, gəlməz. Sözümüzün kökü gəl feili, gəl inkarı, isə deməli qeyri-qəti gələcək zaman şəkilçisidir. 2 dənə qrammatik şəkilçisi alınmış oldu.